Bu akne deyil, bu da rozasiyadır, bu isə sibariyadır. Bunlar dəri baryerin zədələnməsinin əlaməti ola bilər. Əgər bu əlamətlər retinol, turşular və ya digər aqressiv aktivlərdən sonra yaranıbsa, çox güman ki, problem dəri baryerindədir. Ən vacib göstəricisi isə odur ki, aqressiv aktivləri dayandırıb, baryeri bərpa edən məhsullar istifadə etdikdə yanma, qızartı və soyulma tədricən azalır. Bir kimyaçı kimi tərkibinə görə ən yaxşı dəri baryerini bərpa edən vasitələrdən biri mənim üçün Doktor Altı 345 Relief krem və 345 Relief Mist'dir. Bu kombonun əsas üstünlüyü odur ki, tərkibində dəri bariyerinin bərpasını müxtəlif istiqamətlərdən dəstəkləyən komponentlər bir araya gətirilir. Ceramid MP dəri bariyerinin əsas lipidlərini tamamlayır. Niacinamid dərinin öz ceramidlərini sintez etməsinə kömək edir. Pantenol və beta-glukan qıcıqlanmanı sakitləşdirir və su itkisini azaldır. Skvalan və hialuron turşusu dərinin uzun müddətli nəmləndirir. Polikvaterium 51 isə dəridə qoruyucu nəmləndirici qat yaradır. Centella və Madakasit isə qızartını azaldaraq bərpa prosesini dəstəkləyir. Bunların saxtaları çox yayıldığı üçün originalı mən ancaq iHerb'dan sifariş verirəm. iHerb'da Sevinacaq promokodu sizə əlavə endirimlərdə verəcək. Azərbaycan ünvanınızı qeyd edərək sifarişlərinizi 1-2 həftəyə düz ünvanınızda təhvil ala bilərsiniz.